Mən Aslanlı Selcan, 2007-ci ildə Bakı şəhərində anadan olmuşam. Hazırda Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə 2-ci kursda təhsil alıram. Amin İctimai Birliyi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə baş tutan Şərq Ölkələri Ədəb Məclisinin üzvüyəm. Təvabi təxəllüsü ilə də əruz vəzinli şeirlər yazıram. Mənimlə bir gün ola, yar ola, nə ola? Könül muradı ilə ruzigar ola, nə ola? Qızarmadı üzü ey gül, umanda al dodağın. Üzündə yarə bu əğyarın ar ola, nə ola? O gün ola yığlaq dustilərlə qönçə kimi, açan könülləri gül üzlük yar ola, nə ola? Boyun bəlasını alım, hicr uzandı salçın tək, ki qıyma şərbətimiz zəhrimar ola, nə ola? Savuldu məclisimiz, getdi mütribü saqi, nəva çəkəndə ürək meylə tar ola, nə ola? Ən ali duyğunu təhqir edir nədən bu bəşər, vəfa və mehri riyadən kənar ola, nə ola? Rəqib fitnəsi yarın gözündə saldı bizi, baxışlarında bizə etibar ola, nə ola? Nə söyləmişsə vəfasız, yalandı doğrusu bil, gülüm yanında onu kaş xar ola, nə ola? Dodağı həsrətə təvvabi qanımız içdi, nə ayrılıq, nə də ki intizar ola, nə ola?